Rahat otur və yaxud da uzan. Gözlərini yum. Dərin bir nəfəs al və yavaş-yavaş burax. Bir daha burundan nəfəs al və burax. Bir daha nəfəs al və burax. İndi təsəvvür et ki, sən sakit bir meşənin içindəsən. Ayaqlarının altında yumşaq torpaq var. Quru yarpaqların səsi ayaqlarının altında xışıltı yaradır. Ətrafında uca ağaclar var. Yaşıl yarpaqlar küləklə yavaş-yavaş hərəkət edir. Günəş şüaları ağac budaqlarının arasında yumşaq şəkildə üzünə düşür. Sən təhlükəsizsən. Bu meşə səni qoruyur. Nəfəs al və ver. Hər nəfəs aldıqca meşənin təmiz havası içinə dolur. Təmizlik, sakitlik, güvən. Hər nəfəs verdikcə narahatlıq və gərginlik bədənindən çıxır. Sanki bütün təşviş yarpaqlar kimi yerə tökülür və torpaq onu sakitcə qəbul edir. İndi içində təkrar et. Mən təhlükəsizəm. Mən təbiətin içində sakitəm. Mən bu anda güvəndəyəm. Bədənim və zehnim rahatlaşır. Bütün gərginlik məni tərk edir. Mən yüngülləşirəm. Mən daxili sakitliyimi tapıram. Bir ağaca yaxınlaş. Əlini gövdəsinə toxundur. Ağacın gücünü hiss et. Kölgələri torpağın dərinliklərinə gedir. Sən də bu gücü hiss edirsən. Sən sabitsən, güclüsən və güvəndəsən. İndi yavaş-yavaş yenidən nəfəsini hiss et. Ayaqlarını, əllərini bədəninə qayıt. Hazır olduqda gözlərini aç və meşənin sakitliyini özünə gətir. Özünə təşəkkür et və mənə təşəkkür etməyi unutma.